Salam dostlar, bugün sizə Kanadada qızımın peyvəndlərinin vurdurmasından necə imtina elədik, ondan danışacağım. Tam əvvələ gəlim, ümumiyyətlə soruşa bilərsiniz, ümumiyyətlə qızınıza peyvənd vurdurmamısınız? Xeyr, Azərbaycanda olarkən biz qızımıza vurdurduq, amma bəziləri qalmışdı və Covid dövrünə düşdük deyə o arada poliklinikalar bağlandı və vurulmağı dayandı. Sonra biz 2021-ci ildə Kanadaya gəldik. Bura gələrkən ilk məktəbə getdim. Biz öncədən eşitmişdik ki, Kanadada məktəblərdə və bağçalarda peyvənd sertifikatı, tarixçəsi belə bir, yəni bu tələb olunur. Bunu gətirmək lazımdır. Amma bizdə həmin vaxtı Covid idi, hər yer bağlı idi və öncə neçə il əvvəl olan başqa bir yerdə qaldığımıza görə həmən qızımın vurulan peyvəndləri də həmən poliklinikadaydı. Biz heç maraqlanmadıq, gətirmədik də. Dedik sonra taparıq lazım olarsa. Biz gəldik, ilk məktəbə getdik 5 yaşında. Heç bir peyvənd lazım olmadı, heç kəs istəmədi. Mənə elə gəlir ki, ola bilsin məktəbdən məktəbə fərq eləyir. Daha sonra ikinci məktəbə getdik. Bu məktəbdə də heç kəs istəmədi. Biz daha çox arxayın olduq. Dedik, yəqin yalan söhbətdir. Ümumiyyətlə peyvəndə ehtiyac olmur. Çünki 2 məktəb dəyişib, artıq heç kəs bizdən bunu istəməyib. Sonra biz yeni evə köçdük, başqa şəhərə köçdük. Dərsə gedəndən bir neçə aydan sonra bizə belə bir məktub gəldi ki, əgər müəyyən falan tarixlərə kimi qızınızın peyvənd tarixçəsini təqdim eləməsəz, qızınızın məktəbə getməyini dayandıracağıq. Biz də tez getdik, axtardıq Azərbaycandan, telefonla bir dostumuza zəng elədik. O bizim üçün çox sağ olsun, tapdı. Peyvənd tarixçəsini həmən poliklinikadan şəklini çəkib göndərdi. Biz təqdim elədik, sonra hansı peyvənd qalmışdı, onu getdik vurdurduq. Sonra indi yenə də gəldi ki, bu keçən il oldu. Bu yaxınlarda yenə gəldi ki, fevral ayının sonuna kimi, müəyyən tarix 27-28 dəqiq yadımda deyil. Əgər təqdim eləməsəz, artıq məktəbə gəlməyi dayandırılsın. Təqdim olunana kimi. Təqdim olunandan sonra yenidən davam edir. Biz də fikirləşdik. Biz ümumiyyətlə istəmədik. Ümumiyyətlə ailəcə bizim qərarımız oldu ki, artıq uşaqlarımıza peyvənd vurulmağını dayandıraq. Fərqi yoxdur hansı peyvənd balacamıza da. Amma balacamız hələ bağçaya getmədiyi üçün ona hələ başlamamışıq bu prosesi. Necə olur? Sizə hər bir regionu, məsələn bizdə Niagara regionudur. Bu regionun internet səhifəsi var. Orada tip sağlamlıq bölməsinə girirsiniz. Orada vaksin hissəsi var. Orada exemption, vaccine exemption bilən o hissədən müəyyən formdur. Onu doldurursunuz, onu özünüzə yüklüyürsünüz, printerdən çıxardırsınız və orada video var. O videoda izah edir ki, bu peyvəndlərin bu xeyri var, yəni bunu uşağınızı belə qoruyur. Biraz izahat verir ki, yəni əmin olun ki, siz həqiqətən istəyirsinizmi ki, peyvəndlərini dayandırasınız. Daha sonra həmən bölmədə əlaqədar şəxs, yəni həmən region üzrə tibb bölməsinin əlaqədar şəxsi, hər hansı bir hüquqi şəxslə görüşməyiniz lazımdır deyə ora zəng edirsiniz. Sizə bir nəfər təyin edirlər, vaxt təyin edirlər. Siz ora gedirsiniz. Həmən insan ora öz vəkil kimi, öz hüquqi şəxs kimi həmən vaksin sertifikatını siz formda çıxardırsınız. O formu doldurandan sonra həmən kağızları aparırsınız. Onlar da təsdiq edirlər və orada sizə and içdirirlər ki, onun yanında şifahi şəklində ki, mən and içirəm, yəni mən həqiqətən uşağımın bu yəni hadisələr olarsa, bundan yəni heç kəs sorumlu deyil, harasa məsləhət daşımır, mən özüm məsləhət daşıyıram, mənlikdir yəni. Sonra həmən kağızı məktəbə göndərirsiniz və bununla da uşağınıza vaksin, peyvənd vurulmağını dayandıra bilərsiniz. Biz bu qərara verdik, bilmirik düzdür ya səhvdir, bizə görə düzdür. Yəni siz də öz qərarınıza görə, əgər belə şey fikirləşirsiniz ki, uşağınıza artıq peyvənd vurdurmayasınız, o zaman yəni çox rahatçılıqla bunu eləyə bilərsiniz.